Tirana şəhərində Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısının açılış mərasimi keçirilir. Prezident İlham Əliyevin də iştirak etdiyi toplantı ilə bağlı В этом важном мероприятии принимают участие и президент Azərbaycana İlham Əliyev. İndi Albaniyaya ezam olunan xüsusi müxbirimiz. Bugünkü samitin əsas devizi yeni dünyada yeni Avropa Birlik əməkdaşlıq və birgə fəaliyyətdir. Azərbaycan və Ermənistan arasında danışıqlar aparıldı ki, bu danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Azərbaycanla münasibətlərdən danışıldı. Kaya Kallas bu istiqamətdə açıqlama verdi ki, biz daimi olaraq Azərbaycan tərəfi ilə təmasdayıq. Eyni zamanda Azərbaycan prezidenti ilə də görüş keçirmişik. Biz hər zaman iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində dəstəyimizi davam etdirəcəyik. Avropa Siyasi Birliyi artıq nüfuzlu bir prosesə çevrilib və Avropa üçün həlli labid olan məsələlərin müzakirəsi və həll yollarının tapılması istiqamətində mühüm addımlar atmaqda israrlıdır. Və bugün əslində Azərbaycanın o masada olması həm də Avropanın təhlükəsizliyində Azərbaycanın necə bir rola malik olduğunu göstərmiş olur. Более того, все больше европейских стран обращаются к Азербайджану с просьбой увеличить эти поставки или начать поставки в те страны, которые еще не получают. Now, it's worth bearing in mind the significance of this summit in terms of Azerbaijan Armenia normalization. Rəcəb Tayyib Ərdoğan Azərbaycan media nümayəndələrini salamlayıb zirvə toplantısından gözləntilərini açıqlayıb. Azərbaycan prezidenti ilə görüşdünüz, İlham Əliyevlə nə danışdınız? Görüşə dair məlumat verə bilərsinizmi? Çok güzel şeyler konuştuk. Her zaman olduğu gibi. Bu münaqişənin həlli regionda qeyri-sabitliyin əsas mənbələrindən birinin aradan qalxması deməkdir. Because we want peace in our region, therefore he has to play ball, he has to. Для Европы, несмотря на то, что мы не входим в Европейский Союз, Азербайджан очень важная страна, и Европа очень заинтересована в расширении сотрудничества с Азербайджаном. Tiranadan sizə ən son məlumatları çatdırmaqda davam edəcəyik. Son gələn məlumatları hadisə yerindən birbaşa olaraq xəbər mərkəzimizə ötürəcəyik.